2025-2026-cı tədris ili üçün ümumi orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin elektron qeydiyyatı davam edir. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, teatr, kino və xoreografiya sənəti, idman, musiqi sənəti və təsviri sənət istiqamətlərinin komissiyaları üzrə aparılan qeydiyyat prosesi iyunun 13-nədək davam edəcək. Ümumi orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər bir istiqamətə aid ən çox 6 komissiya üzrə qeydiyyatdan keçə bilərlər. Qabiliyyət imtahanlarının iyun-avqust aylarında keçirilməsi nəzərdə tutulur. Abituriyentlərə qabiliyyət imtahanına buraxılış vərəqəsini çap edə biləcəkləri tarixlər haqqında məlumat Dövlət İmtahan Mərkəzinin internet səhifəsində veriləcək. Buraxılış vərəqəsində qabiliyyət imtahanlarının tarixi, keçiriləcək ünvan və vaxt göstəriləcək. Ümumi orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə xüsusi qabiliyyət tələb edən ixtisaslar haqqında elanın tam mətni Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib.